Salam, değerli tələbələr, bir daha. Yenə sözlərin növbəti hissəsi, həm feillər, həm sifətlər, çünki bunlar çox önəmli cümlə qurmaqda. Bunları öyrənin. Görürsünüz, arrest, arrive, ask, assist, associate, avoid. Bunları öyrənin birinci, sonra keçək hekayəmizə, mətnimizə. A2 səviyyəli mətn. Burada, bizə dəqiqə. Okay, indi başlayayım, oxuyum, sizin üçün tərcümə edeyim. Kimlər ki başa düşməyib, elə buradan baxa bilərlər. One day, bir gün, a brave and bright boy named Murad arrived in a broad city. Bir gün, cəsur və parlaq, zəkalı Murad adlı oğlan geniş bir şəhərə gəlir. Böyük və ya deyim, broad həm geniş, həm böyük. The city was very busy and it became calm at night. Şəhər çox gərgin idi, sıx idi və gecə sakit olurdu yalnız. Murad wanted to associate with new people. Murad yeni adamlarla asosiasiya etmək, yəni əlaqə qurmaq istəyirdi. He went to the park and asked many questions. Və o parka gedir, bir neçə sual soruşur. Some people were friendly and assisted him. Bir neçə insan mehriban idi və ona kömək edirdi. But one man was very boastful and talked too much. Və bir adam çox loğla idi və çox danışırdı. Suddenly a problem started. A thief tried to take a woman's bag. Birdən problem başlayır və oğru qadının çantasını götürməyə çalışır. People were scared, but Murad was brave. İnsanlar qorxdu, ancaq Murad cəsur idi. He did not avoid the situation. O bu vəziyyətdən uzaqlaşa qaça bilmirdi. He ran fast and helped to arrest the thief. O sürətlə qaçdı və oğrunu həbs etməyə kömək etdi. Yəni həbs olunmasına. Soon tezliklə the police arrived and thanked him. Polis deyir gəldi, çatdı və ona təşəkkür etdi. The city leader gave Murad an award for his help. Şəhər lideri, şəhər rəhbəri Murada köməyinə görə mükafat verir. After a long day, Murad went home and bathed. Uzun bir gündən sonra Murad evə gedir və yuyunur. His mother gave him warm boiled food. It was simple but delicious. Anası ona qaynadılmış isti yemək verir və bu nə idi? It was simple. Sadə idi, ancaq dadlı idi. Later, a small child came and begged for help. Daha sonra balaca bir uşaq gəlir və kömək istəyir. Yalvarır, beg yalvarmaq ya da istəmək də, yəni kömək istəmək, köməyə yalvarır, çox istəyir. Kömək olunsun ona. Murad was very careful and kind. Murad çox diqqətli və mehriban idi. He helped the child and showed him how to behave politely. O uşağa deyir, kömək edir və necə nəzakətli davranacağını ona göstərir. In the end, nəhayət, everyone saw that. Hər kəs görür ki, Murad was very capable. Murad çox bacarıqlı və yaxşı insandı. It was not boring day. Onun üçün sıxıcı bir gün değildi. It was full of action and adventure. Aksiyon, hərəkət və macəra ilə dolu idi. Belə. Bu da növbəti bir sözlərimiz. Çalışın hər dəfə yaxşı öyrənin ki, sözləri və mətnləri oxuyun.